Salam və sayğılar əziz və möhtərəm həmvətənlərimizə. Haray proqramının ictimai proqramı ilə xidmətinizdəyik. Su, yer üzündə yaşayan hər mövcud üçün ən gərəkli maddədir və onun önəmli olduğu oradan bəllidir ki, insanın vücudunun 70% sudan təşkil tapıb. Keçmişdə ən böyük təməddünlər həmişə axar suların kənarında qurulmuşdur. Ona görə ki, su həmişə abadanlıq və yaşamaq səbəbidir. Baharın təbiətə ayaq qoyması ilə birgə, hər ilin Fərvərdin ayının 2-ci günü, yəni mart ayının 22-si Birləşmiş Millətlər Sazmanı tərəfindən Dünya Su Günü olaraq qutlanır. Əziz və hörmətli izləyicilərimiz, Dünya Su Günü bəhanəsi ilə biz də çalışdıq ki, Urmu Gölü haqqında Haray proqramı baxışından bir verilişimiz olsun. Verilişimiz 2 qismətdən ibarətdir. Birinci qismətdəki bu həftə izləyəcəksiniz. Çalışacağıq Urmu Gölünü qısaca sizlərə tanıtdıraq və onun yavaş-yavaş aradan getməsin və bu gölün qurumasının təhlükələri və təsirlərini siz əzizlərə göstərək. İkinci qismətdə də ki, gələnki verilişimizdə izləyəcəksiniz. Bu gölün qurtuluşu üçün millətin, karşınasların, məsulların və hakimiyyətin nəzərlərin və fəaliyyətlərin sizə göstərməyə çalışacağıq. Azərbaycan var olsun, istəməyən kör olsun. Azərbaycan var olsun, istəməyən kör olsun. Qurudurlar canıvın hər damarın Urmu gölüm. Amma qəlbin hələ çırpınmadadır duzlu gölüm. Sel olub dağdan aşan çeşmələrin hörməti səndə, elimin, dərdlərinin, göz yaşının dəryası səndə. Urmu göl, sən anasan şanlı elin çaylarına, səs verərdin şəpələrlə onların haylarına. Nazlı çayda, cığatı da görüşə səndə gələrdin. O səhərdə qala çay, işvəsini səndə sevərdi. Tatu ilə mahabat çaylarının kəbəsi sənsən. O qoyun dağlarının çeşməsinin aynası sənsən. Daşların, dalğalarınla necə oynardı elim. Canlarında əzabı səndə sağaldardı elim. Yurdumun düşmanı istir ki, qurutsun canımı. Odur ki, bağlayır dağdan aşan çayları. Qoymarıq göl qurusun, göz yaşımız vardı hələ. Dolduraq duzlu gölü, ta gələcək nəsli görə. Talandı öldü durnalar, mənə qəm düşdü damarda xan qanı versəm əgər, Urmu gölün yenə doldursam əgər, gölümüzü yenə doldursam əgər, yaralı durnam Urmuya dönersem mi?
Urmu Gölü haqqında. Urmu Gölü Xavərmiyanənin ən böyük və yer üzündə ikinci ən böyük duzlu göldür. Bu göl dünyanın ən yüksək duz miqdarına sahib olan göldür. Gölün suyu 21 çaydan ki, bəziləri daimi və bəziləri keçici olaraq axır, təmin olunur. Bu çaylardan Cığatiya Zərrinerud, Tatauya Siminerud, Gədar, Barandoz, Şəhərçay, Nazlı və Zola çaylarını ad aparmaq olar. Urmu gölünün uzunluğu 128 ila 140 kilometr arasında və genişliyi də 15 ila 55 kilometr arasında olar. Bu gölün dərinliyi də 6 ila 16 metr arasında dəyişir. Dünyanın ən yüksək duz miqdarı olan Urmiya gölündə fəqət Artemia urmiyana yaşaya bilir ki, 1 santimetr boyunda bir onurgasız ya bimöhrə mövcuddur. Artemia dünyada fəqət Urmu gölündə və Amerikada bir məntəqədə yaşayır və onun böyük miqdarda iqtisadi ərzişi var. Artemiyadan darusazi, arayişi, qəzai, nəssaci, pərtozodayı həstəyi sənətində istifadə olunur və ona görə də Çin və Vyetnam kimi ölkələrdə onun təksiri üçün çalışırlar. Urmiyanın milli parkı minlərcə bumi quşun və minlərcə bitkinin yaşayış yeridir. Urmu gölü məntəqənin havası və suyunu yumuşaq saxlamaqda çox böyük payı var. Bu göl bumi və mühacir quşların məskənidir. Misal üçün, flamingo, ləklək, pelikan, dərya quşu, ördək, qaz və bir neçə başqa quşu da ad aparmaq olar. Gölün hozəsi 51.876 kilometr mürəbbədir ki, böyük əkinçilik və damdarlıq fəaliyyətlərin məkanı hesab olunur. İndi isə bu qədər məziyyəti olan Urmu gölünün bu günlərdəki vəziyyətinə bir baxışımız olacaq. امروز 5 شنبه است، 5 شهریور، ارومیه. 1390-cı ilin Şəhrivər ayının 5-ci günü Urmiya və Təbrizdə küçələrə tökülən yüzlərcə təbiət sevər Urmu gölünün qurumasını əngəlləmək üçün ciddi tədbirlərin alınmasını istədilər. Keçmiş illərdə Urmu gölü haqqındakı xəbərlər heç də yaxşı xəbərlər deyillər. Urmu gölünün duz miqdarı 340 qram hər litrəyə yetişdi, bir halda ki normal miqdarı 150 ila 170 qram hər litrədə hesab olunmuşdur. 250 min hektar, yəni gölün 60%-i duz bataqlığına dönüşdü. Keçmiş 13 il boyunca gölün suyu 16 metrədən 5 metrə azaldı. Urmu gölü ya dəryasının ən böyük məsahəti 1995-ci ildə 1600 kilometr olmuşdu. Amma bu məsahət 2011-ci ildə 2366 kilometrə düşdü. Hər litr suda duz miqdarı 300 qrama çatmağı bais oldu artemiyalar aradan getsin və ona görə də flamingolar, pelikanlar, dərya quşları və başqa mühacir quşlar təhlükəyə düşsünlər. 100 min flamingo Urmiya gölünü tərk etdilər. Urmiya gölünün quruması üçün ciddi tədbirlər alınmasa, 4 il sonra bu göldən duzdan başqa heç bir əsər qalmayacaqdır. UNEP ya Sazman-ı Milal-i Müttəhidin Mühit-i Zist bərnaməsi bir quzarış əsasında Urmiya gölünün quruması haqqında belə yazır. Təqribən 76 milyon nəfər
Urmu gölünün 500 kilometrliyində yaşayırlar ki, bu dəryaçənin quruması onların yaşayışı üçün çox təhlükəlidir. Bu gölün qurumağının illətləri neçə il arxa-arxaya qar yağışın az yağması və əkinçilərin axarsulardan həddindən artıq istifadə eləmələridir və ən önəmli nədənlərdən biri də gölün ana qaynaqları olan çaylara çoxlu miqdarda səddin bağlanmasıdır. Bu quzarışda qeyd olunub Türkiyə, Əraq və Azərbaycan Cümhuriyyəti də Urmu gölünün qurumağından təsir alacaqlar. İndi isə bir sual soruşmalıyıq. Əgər Urmiya gölü qurusa, nələr baş verə bilər? Nə təhlükələr insanları və təbiəti təhdid edir? Qarşınaslar mötəqiddilər ki, əgər Urmiya gölü qurusa, əsən yellər və küləklər qalan duzları şəhərlərə və kəndlərə aparacaq ki, buna duz tsunamisi də ad verilib. Beləliklə duz, saxtumanları və maşınları və yolun üstündə nə varsa təxrib eləməyə başlayacaqdır. Məntəqədəki olan bitkilər və heyvanlar aradan gedəcək, əkin yerləri bir duz bataqlığına çevrilib və heç bir bitki orada bitməyəcək. Hal-hazırda Urmiyənin ətraf meşələrində vəhşi püstə və badam və bəzi başqa ağaclar var ki, beləliklə hamısı aradan gedəcək. Buna görə ki, Urmu gölü məntəqəyə rütubət qazandırır və aradan getməyi ilə meşələrin ətrafında bir çöl və quraqlıq oluşur ki, ağaclar və bitkiləri qurudur. Məntəqənin heyvanları yaşamaq üçün, yer və yemək üçün ot tapa bilmədiyi zaman köçəcək və ya ölümə məhkum olacaqlar. Heç bir mühacir quş artıq Urmiya gölünə uçmayacaq. Hal-hazırda Urmu gölü məntəqənin istiliyi və soyuqluğun taadüldə saxlayır. Ona görə də əgər ən isti və ən soyuq ayların ixtilafı 50 dərəcə olsa, gölün quruduğu zaman bu ixtilaf 70 dərəcəyə çatacaq. Qışlar quru və soyuq və yaylar da daha çox quru və isti olacaq. Amma Urmiya gölünün qurumasının ən önəmli təsiri bu olacaq ki, ətraf şəhərlərdən və kəndlərdən 14 milyon insan göçməyə və el-obaların tərk etməyə məcbur olacaqlar. Beləliklə, Qərbi Azərbaycanın yüzlərcə kəndləri və şəhərləri insanlardan boşalıb və aradan gedəcək. Nazlı akar gider, arasından şehir çayı şarıldanar şakar gider. Yay gelince şor gölünde inceler canım Urmu, inceler canım Urmu. Yay gelince şor gölünde inceler canım İnceler canım Urmu. Dört bir yanım karlı dağlar, almalı üzümlü bağlar. Kan deresi coşar çağlar, boynuna elleri çağlar. Kış gelince sır dağında açılar könlüm Urmu, açılar könlüm Urmu. Gelince sır dağında açılar könlüm Urmu, açılar könlüm Urmu. Korkmaz yiğitler
sobası. Yüreğini soyuq saxla, Türk'ün alınmaz qalası. İgidlərin göz qırpmadan çəkər keşiyin urmu, çəkər keşiyin urmu. İgidlərin göz qırpmadan çəkər keşiyin urmu, çəkər keşiyin urmu. Doğma Azərbaycanımın parıldayan ulduzusan, yağların hor gözünə sancılan tikansan, oxsan. Yaşa yaşa ellerinlə, anlaşıq azad urmu, anlaşıq azad urmu. Hörmətli izləyicilərimiz, gələnki verilişimizdə Urmu gölünün qurtuluşu üçün millətin, karşınasların, məsulların və hakimiyyətin nəzərlərin və fəaliyyətlərini sizə göstərməyə çalışacağıq. Sağ və salamat qalın. Çəkər keşiyin urmu, evim eşiyim urmu. İgidlərin göz qırpmadan çəkər keşiyin urmu, evim eşiyim urmu. Çəkər keşiyin urmu, evim eşiyim urmu. Çəkər keşiyin